bir il Litvada yaşamısınız. Bu təhsillə bağlı olub? Bu işlə bağlı olub. Bir olaraq layihəyə getmişəm, daha sonra iş fəaliyyətini öyrəndiniz orada? Nə öyrəndim? Əslində çox şey, həm emosional olaraq, həm peşəkar, həm də şəxsi olaraq böyüdüyüm bir periyod idi mənim üçün. Birincisi, stereotiplərin nə qədər mənasız olduğunu gördüm. Bunu ilkin olaraq qeyd edə bilərəm. Litvalıları sorsaq indi hamıdan soyuq ölçü olduğu üçün ümumiyyətlə cəmiyyətində soyuq olduğunu düşünürlər. Bunu ümumiyyətlə daha çox bu şimal ölkələri üçün qeyd edirlər, amma tamamilə bunun məndən asılı olduğunu, həm də əslində ətrafımızı necə formalaşdırmaqdan asılı olduğunu görmüş oldum. Çünki bəli, soyuq insanlar bizimki kimi ilk yandan qucaq açmırlar, amma danışıb səmiyyət qurduğumuz zaman əslində nə qədər köməyə açıq olduqlarını, ümumiyyətlə nə qədər çox dəyər verdiklərini insana həqiqətən də görmək olur. Peşəkar baxımdan həm də orada öz işlərimi, yəni xarici təhsil üzrə işlərimi davam etdirmək də bir məqsədim idi. Orada universitetlərə gedib universitetlərə əməkdaşlıqla bağlı danışmaq, eyni zamanda onlarla çəkiliş etmək, YouTube-da, eyni zamanda sosial media kontentlərim üçün videolar hazırlamaq, onları bizim gənclər üçün paylaşmaq peşəkar tərəfdən əsas gördüyüm işlər idi. Eyni zamanda paralel olaraq da dil bacarıqlarımı da avtomatik olaraq inkişaf etdirmiş oldum. Şəxsi olaraq da daha çox emosional özümü tanıdığım bir dönəm idi. Məsələn, nə dəyişdi həyatınızda bu tanıdığın, özünüzü daha yaxşı tanıyandan sonra? Əslində belə deyim, öz dəyər daha çox fərqinə varmış oldum. Orada həm psixoloqla getməyim daha çox özümü tanımamı kömək oldu. Eyni zamanda da orada beynəlxalq bir mühitdə oluram və həqiqətən də orada insana verilən dəyər tamamilə fərqlidir. Özünün daha çox fərqinə varırsan. Azərbaycanda çox belə qaçaqaçlayıq. Orada həm ölkə özü də insanlar da getsəniz daha yavaş həyat yaşadıqlarını görürsünüz. Bu da mənim çox edə bildiyim bir şey deyil. Fərqli şeylər etməyi sevdiyim üçün. Orada nisbətən onun rahatlığını və necə insana huzur verə bildiyini gördüm. Bu əsas. Baxın, bir xeyli müddət Avropa təcrübəniz olub. Adətən Avropaya gedən, orada 1-2 il, 3 il, 4 il yaşayan və təzədən Azərbaycana qayıdan adamlara təbii bir sual verirlər ki, nə əcəb qayıtdın? Siz nə əcəb qayıtdınız? Əslində elə planlaşdırdığım maksimum bir illik orada qalmaq idi. Daha sonra əgər mənə faydasını daha çox görmüş olsaydım, davam edəcəkdim. Mənim üçün ümumiyyətlə hər hansısa bir ölkədə daimi olaraq yaşamaq üçün bir planım yoxdur. Daha çox orada maksimum necə faydalana bilərəm, buna fokuslanıram. Litvadan da ala biləcəyim bütün faydanı almışam deyə düşünürdüm. Təbii ki, öyrənə biləcəyim daha çox şey ola bilərdi. Amma qayıdıb görəcəyim işlər mənim üçün daha maraqlı gəlirdi ki, yeni bir yenilik lazımdır. Azərbaycan artıq öyrəşdiyim və yaşadığım, böyüdüyüm bir yer olsa da burada edə biləcəyim yeniliklər daha çox həyecanlandırırdı məni və özümə daha çox faydalı ola biləcəyimi düşünürdüm. Ona görə də qayıtmağı seçdim. Madam ki, xaricdə təhsil üzrə mütəxəssissiniz, mən istəyərdim bu mövzuda biraz danışaq sizinlə. Son bir neçə ildir qabağıma tez-tez çıxır bu cür məlumatlar, nə bilim, dost-tanışdan öyrənirəm ki, Polşa, Macarıstan Azərbaycanlıların təhsil üçün daha çox getdiyi yerlərdir, ölkələrdir. Nədir bu qədər orada prosesi rahat edən ki, cəmaət Polşa və Macaristana daha çox üst tuturlar. Amma Almaniya, nə bilim, digər Avropa ölkələrinə artıq mütəxəssis kimi, məsələn, həkim olandan sonra gedib orada işləməyə can atırsan. Nədir bu adı çəkilən ölkələrin rahatlığı? Mərkəzi Şərqi Avropa ölkələri nisbətən həm qəbul almağa görə daha rahatdır və orada universitetlərin reytingi nisbətən aşağı olduğu üçün qəbul faizi avtomatik olaraq aşağı olur. Avtomatik olaraq deyil, həm də orada beynəlxalq tələbələrə ayrılan limitin sayı aşağı olur. Bu səbəbdən də eyni zamanda öncədən də qeyd etdiyim kimi Polşada ümumiyyətlə əvvəllər universitetlər tərəfindən əksəriyyətinə dil sertifikatı olmadan da qəbul almaq olurdu. Yəni dil sertifikatı lazım deyildi. Bəli, deyildi. Bu da hələ elə universitetlər var, amma indi hal-hazırda səfirlik tərəfindən dil sertifikatı tələb olunur. Ən azından bir baryer qoyublar. Bu nisbətən çətinləşdirir işi son illərdə. Amma öncədən bu yox idi və sırf ölkədən çıxmaq məqsədi olan gənclərin əksəriyyəti Polşanı seçirdilər. Ona görə əksərini eşidə bilərsiniz ki, Polşada addım attığınızda bir Azərbaycanlı ilə qarşılaşırsınız. Taksi sürücüsü, avtobus sürücüsü, kuryer, bilmirəm, başqa vəzifələrdə, daha yüksək vəzifələrdə olan Azərbaycanlılar var. Görmüsünüz belə bir şey? Vəzifəli Azərbaycanlıları düzü tanımıram tam olaraq. Tanıdığım var. Məsəl üçün bizdən gedən, həqiqətən oxumaq məqsədilə gedən tələbələr var ki, onlar gedib beynəlxalq ofislərdə, beynəlxalq şirkətlərdə işləyirlər. Amma belə digər tərəflərdə daha çoxdur təbii ki. Macarıstan ən çox gedilmə səbəblərindən biri əslində hökumətlərarası təqaüd proqramının olmasıdır. Azərbaycandan hansı ki, orada təhsil almaq istəyən tələbələr üçün ildə yüzlərlə tələbə seçilir həmin təqaüd üçün və qəbul almaq nisbətən daha rahatdır həmin təqaüddən. Çünki məsələn ümumi təqaüdlərdə Almaniya üçün olan bir təqaüd
təqaüddə siz bütün dünyadan olan insanlara rəqabətə girirsiniz, amma hökumətlərarası təqaüd proqramlarında sadəcə Azərbaycan üçün ayrılan kvota olduğu üçün Azərbaycandan olan təbəələrə rəqabət edirsiniz. Özümüzə rəqibi burada. Bəli. Orada da təbii ki, çox rahat deyil. İndi daha da çətinləşdiriblər, dil sertifikat tələbi qalxıb və s. Amma ki, yəni nisbətən daha rahatdır digər ölkələrə nisbətən. Təqaüdlə oxumaq istəyənlərin də daha çox üz tutduğu ölkələrdən biri Macarıstandır buna görə. Hal-hazırda Çinə də daha çox buna görə rəğbət artıb, sırf bu təqaüdə ona da müraciət etmək olur deyə. Amma ümumi götürsək, qəbul ehtimalının daha yuxarı olmasına görə Mərkəzi Şərqi Avropa ölkələri daha çox seçilir. Elə biraz Çindən də danışaq. Çin, Cənubi Koreya qeyd etdiniz bayaq reklam fasiləsində ki, Azərbaycanlıların son ildə təhsil almaq üçün getdiyi ölkələrdəndir. Çində cəlb edici nə var? Hətta bəzən sistemə baxanda görsən ki, bizim öyrəşmədiyimiz bir sistemdir. Bizim üçün çox çətin olacaq bir sistemdir və insanların da daha çox rahatlıq axtarmasını nəzərə alsaq, bizimkilər niyə ora gedirlər? Əslində bunun ilk səbəblərindən biri həm Azərbaycanda, həm də dünyada son zamanlar Asiyaya marağın Şərqi Asiya bölgələrinə marağın artması təhsil sahəsində, eyni zamanda əvvəl çox insan bunun fərqində deyildi, amma oradakı universitetlərin təhsil keyfiyyəti Avropadakı bir çox universitetdən çox daha yüksəkdir. Çin və Cənubi Koreya. Bəli, əsas bu ölkələri nəzərdə tuta bilərik. Eyni zamanda Yaponiyanı da bura əlavə edə bilərik. Ki, çox yüksək səviyyədə, xüsusilə də texnologiya, ümumiyyətlə son zamanlar məlumdur ki, kompüter elmləri, ümumiyyətlə data science bu sahələr üzrə maraq artıb. Bu sahə üzrə də yenə ən yaxşı təhsil ala biləcəkləri universitetlərin əksəriyyəti oradadır. Eyni zamanda universitetlərdən də nisbətən qəbul almaq rahatdır. Çində xüsusilə də, yəni Koreyada o qədər deyil, amma Çində rahat qəbul alına biləcəyi universitetlər var. Dil sertifikatı tələbi orada da var təbii ki, amma Çin dilidir? Yoxsa ingilis dili? İngilis dilində də təhsil almaq olur. Beynəlxalq tələblər üçün ingilis dilində var, amma Çin dilində də təhsil almaq mümkündür. Eyni zamanda son zamanlar bu məncə sonuncu nəslin, belə deyim, yeni nəslin marağı daha çox Asiyaya doğrudur. Həm bu musiqilərin olsun, musiqi mədəniyyəti olsun, həm ümumiyyətlə geyim mədəniyyətinə belə daha çox maraq artdığına görə düşünürəm ki, təhsilə ora getməyə daha maraqlıdırlar, nəinki Avropaya. Ona görə bu səbəbdən son zamanlar daha da çox artır. Burada öz hesablarına daha çox təhsil alırlar, yoxsa təqaüd proqramları var? Təqaüd proqramları var. Təqaüd proqramları həm Çin üçün var. Bayaq dediyim Macarıstanın hökumətlərarası təqaüd proqramı, eynisə Çin üçün də var. Çin üçün nisbətən daha çətindir o təqaüddən qəbul almaq. Niyə? Çünki Macarıstan təqaüdündə son müraciət tarixinə qədər bizə universitetdən qəbul almaq tələbi yoxdur. Sadəcə universitetdən şərti qəbula və yaxud da sadəcə müraciət etdiyimiz təsdiq edən sənədlərdə müraciət edə bilirik. Amma Çində elədir ki, biz universitetdən artıq dekabra, yanvar ayına qədər qəbul almalıyıq ki, təqaüdə müraciət edə bilək. O vaxta qədər də universitetlərdən qəbul almaq üçün artıq dil sertifikatını almaq lazımdır. Çox insan onu gecikdirdiyi üçün və yaxud da universitetlərin gec cavab verdiyi üçün nisbətən çətindir. Amma belə kvota olaraq orada da yenə demək olar ki, eynidir. Ondan əlavə isə Koreya üçün GKS təqaüdü var, hansı ki, məşhur təqaüdlərdən biridir. Bakalavr üçün nisbətən daha çətindir qəbul almaq, təqaüd sayı az olduğu üçün, amma master üçün, PhD üçün qəbul almaq, yəni göstəricilər uyğun olduğu təqdirdə mümkündür. Deməli, Aytaç xanım təkcə xaricdə təhsil üzrə mütəxəssis kimi fəaliyyət göstərmir. Yəni müasir insan olaraq bir çox sahələrdə özünü sınayır. İndi həm də dünyanın müxtəlif ölkələrini tez-tez gəzməklə məşğulsuz və adətən biz ora gəlib gələndə, daha doğrusu orada olanda ölkəyə gələndə maqnitlər alırıq soyuducunun üzərinə vurmağa və ya kiməsə hədiyyə etməyə. Amma Aytaç xanım bir balaca fərqli düşünüb. Mən bunu kameraya göstərmək istəyirəm ki, YouTube-da videomuzu nümayiş etdirəndə izləyicilər görə bilsinlər. Bu cür postkartlar hazırlanmağa qərar verib və hazırda bunun satışı da var Bakıda. Mən soruşdum ki, Aytaç xanım, bunların satışı necədir? Deyir, yaxşı, turistlər maqnit almaqdansa bu cür postkartlar almağa üstünlük verirlər. Hansı ölkədə olanda bu ideya ağlınıza gəldi və bizim üçün xüsusən də Sovetlər dönəmində çox populyar olan bu postkartları siz yenidən bərpa etməyə qərarına gəldiniz? Əslində mən ölkələr gəzdiyim zaman sizə dediyiniz kimi maqnit əvəzinə daha çox postkart almağı
üstün tuturdum. Bunu da bir dostumdan əslində eşitmişdim. O da belə edirdi. Daha doğrusu biz ümumiyyətlə suvenir seçməyə çalışanda baxırdıq. Maqnit əvəzinə postkart mənə maraqlı gəldi və fikirləşdim ki, orada əslində olan xatirələr mənim üçün ən yadda qalan anlar bəzən yadımızdan çıxır. Bunlar indi sosial medianı istifadə edirik yadda saxlamaq üçün. Amma fikirləşdim ki, özüm üçün əllə tutulan bir şey, hansı ki, toxuna biləcəyim, hiss edə biləcəyim, eyni zamanda oranın mənzərəsini xatırladacaq mənə, oradakı xatirələrimi canlandıracaq postkart daha maraqlı olar. Ondan sonra başladım. İlk dəfə səhv xatırlamıramsa, ya İspaniyadaydı böyük ehtimal ki, almışdım. Ondan sonra başladım artıq hər dəfə hər ölkədən postkart almağa. Yazırsınız arxasına? Yazıram, bəli. Balacadır. Orada ən çox nələri qeyd etməyə üstünlük verirsiniz? Orada sadəcə həmin mənim üçün highlight, yəni ən yüksək mənə hansı necə deyim, ölkəni nə ilə xatırlaya bilərəm, hansısa bir xüsusi xatirə ola bilər, orada baş verən gülməli bir hadisə ola bilər və ya da ən bəyəndiyim yer ola bilər, xüsusi hansısa an varsa, ən mənim üçün top olan, onu qeyd edirəm. Ondan əlavə isə tarixi qeyd edirəm təbii ki. Və ondan sonra isə fikirləşdim ki, Azərbaycanda bu varmı, heç xatırlamıram gördüyümü. Qərar verdim ki, qayıdandan sonra elə gedim baxım varmı deyə. İçəri mağazalara getdim. Gördüm ki, var idi postkartlar, amma indi getsəniz onları da görəcəksiniz. Şəkil print edilib. O formadadır. Yəni postkart formasında deyil əslində. Sadəcə şəkil çıxardılıb kimsəndəndir kameradan. Ona görə qərar verdim ki, niyə də yox, eləyim, yoxlayım. Oradakı dayılar deyəcəm, hamısını çünki artıq elə səsləyirəm. İşləyən dayılar, hansı ki, onlar da çox kömək etdilər. Ümumiyyətlə ideyalarımı formalaşdırmaqda nəyi necə etsəm daha yaxşı olar. Həmçinin çox açıq idilər ki, yəni mən onu hazırlayım, onlar mənə kömək etsinlər, dəstək olsunlar, alsınlar. Həm də inandılar bir növ ideyama ki, həm bu tuta bilər. Ondan sonra artıq dizaynlar etdim. Daha sonra onları print etdim. Daha sonra indi aparıb mağazalara hər dəfə bitdikcə yeniləyirəm, verirəm satış üçün. Deməli, dinləyicilərin diqqətinə çatdırım. Aytaç xanımın hazırladığı bu postkartları hazırda İçəri şəhərdə mağazaların birində və ya bir neçəsində əldə etmək mümkündür. Güman edirəm ki, orada turistlər üçün olan piştaxtalarda bu satılır. Sadəcə bir məsələ mənim diqqətimi çəkdi. Postkartlara baxıram, ancaq ümumi anlamda Azərbaycan adını görürəm. Burada da siz sadəcə İçəri şəhəri, Qız qalasını göstərməyə çalışmışsınız. Alov qüllələr var, Heydər Əliyev mərkəzi var və xüsusən Bakı adında postkartlardan söhbət gedir. Amma biz unutmayaq ki, Azərbaycana gələn turistlər təkcə Bakıya gəlmirlər də, həm də bölgələrimizə səyahət edirlər. Məsələn, Şimal zonasının, Qəbələnin, Cənub zonasının adını burada görmədim, təəccübləndim. Elə bir postkartlarınız yoxdur, yoxsa tələbat yoxdur? Elə bir postkartlarım hazırda yoxdur, amma dizaynlarını hazırlamışam. İdeya var. Bəli, sırf Bakıda satışı üçün yox, bölgələrdə yenə həmçinin turistlər üçün olan mağazalar var. Onlarla danışıb onlara vermək üçün, Şəki üçün, Gəncə üçün, Qəbələ ola bilər bu. Hal-hazırda elədiklərim Şəki və Gəncə dizaynlarında onu yadıma salmağa çalışırdım, başqalarını eləmişəm deyə. Onlar üçün hazırlamışam. Bakıda əslində mən yenə də təklif etdim ki, digər rayonlar üçün də etsək bunu edə bilərikmi? Dedilər ki, hələ ilk dəfədir, gəlin yoxlayaq Bakı üçün, siz də risk atmayın, ondan sonra baxarıq, əgər satış etsə ona uyğun edərək. Çünki adi suvenir mağazalarına daxil olsanız, orada da görəcəksiniz ki, daha çox yenə Bakı simvollarıdır. Bəli. Onlar daha çox simvolizə olunub, amma dedilər ki, yəni ən çox gələn turistlər Şəki üçün də soruşurlar. Onu da hal-hazırda qoya bilərik. İndi onlar hazır olsun, onları da verəcəm rayonlarda yenə. Xeyirli olsun. Aytaç xanım, Litvada yaşamısınız bir il. Biz bunun təhsil tərəflərini danışdıq, gördüyünüz işi danışdıq, amma harda yaşamağınızdan asılı olmayaraq hər şeydə iş deyil. Yəni sən 24 saat işlə məşğul olmursan. Bunun bir gəzməyi var, bunun bir qalmağı var, bunun qəribə qaydaları var. Bunun həmin ölkədə yaxın dost tapmaq məsələsi var. Litva ilə bağlı bizi təəccübləndirəcək, bizi heyrətləndirəcək, bizə maraqlı gələcək nələri bölüşmək lazımdır? Heyrətləndirəcək əslində çox şey yoxdur. Yox, əslində heyrətləndirəcək bu çox bildiyimiz bir şeydir. Məncə hamıya aydındır. Şimalda yerləşdiyi üçün qışda havanın tez qaralma məsələsi. Bunu mən də çox eşitmişdim, amma onu həqiqətən yaşamaq tamamilə fərqlidir. Sırf işə girirsiniz, mən məsələn part-time işləyirdim və işdən çıxdıqdan sonra artıq saat 2-3-dür və mən çıxıram, hava qaralır. Yəni, bəli, qaranlıqda girib qaranlıqda çıxırsınızmış kimi bir şey olur. O çox qəribə gəlmişdi ilk dəfələrdə. Hansı aylara təsadüf edir bu? Bu hardasa dekabr, yanvar, hətta noyabr belə demək olar ki, bir yerdən sonra artıq o formada olur. Ona görə bu ən çox qəribə gələn bir şey ola bilər. Ondan əlavə mənim təcrübəmdə əslində mən çox rahat bəlkə də adaptasiya ola bilən bir insanam deyə çox da belə yadım bir şey olmamışdı. Bir də ki
onlara da bənzəyirəm. Ona görə də hamı Litvalılara. Aha. Adətən ümumiyyətlə mən yaşadığım ölkədə Rumıniya və Bolqarıstanda da qısa müddət yaşamışam. Onlarda da deyirlər ki, yəni çox bənzəyirsiniz biz tərəfə. Ona görə hər hansı bir xüsusi diskriminasiyaya da məruz qalmamışam orada. Çox rahat hamı yəni qəbul etmişdi məni. Bəzən ola bilər bu. Sual gələ bilər ki, belə bir şey olurmu? Bəzən ola bilər. Bu da əslində yaşlı insanlar tərəfindən diskriminasiya. Çox nadirən olur, amma ki, məsələn, ingilis dilində danışdığınız zaman, hər hansı bir mağazaya girdiyiniz zaman, xüsusilə xidmət sektorunda ingilis dilində danışdığınız zaman onlar sizdən ya rus dilində danışmanızı gözləyirlər, ya da öz dillərində, xüsusilə öz dillərində danışmanızı gözləyirlər. Bunu yaşayan bəzi şəxslər var idi, hansı ki, biz birlikdə getmişdik və yaxud da orada tanış olmuşdum, yaşamışdılar, amma mən çox da yaşamamışdım deyə bu haqqda deyə bilməyəcəm ki, əminə belə bir şey var. Ondan əlavə isə yaşamaq baxımından məncə qısa müddətli də olsa gedib təcrübə edilməli və yaşamalı yerlərdən Litva. Həm təbiətinə görə hava tez qaralır, soyuqdur, insanları soyuqdur bir müddət. Nə var orada? Mənim üçün həqiqətən də huzur bərabərdir Litva deyə bilərəm. Mən Vilniusda yaşamışam. Birincisi orada ümumiyyətlə yaşam nisbətən daha yavaşdır və bunu hiss eləmək olur avtomatik olaraq. Eyni zamanda təbiəti çox qəşəngdir, hər yer yaşıllıqdır. Hansı ki, mənim də ən çox sevdiyim şeylərdən biridir ki, yaşadığım yerdə yaşıllıq olsun. Ondan əlavə isə mənim olduğum mühitlərdə həqiqətən insanlar çox yaxşı idilər. Yəni mən hər hansı bir girdiyim mağazada belə gülər üzlə kiməsə danışdığım zaman eyni formada qarşılığını almışam. Bizdə də belədir, indi. Bizdə də belə. Bizdə də belədir, amma ki, oradakı, yəni təkcə bu deyil. Ümumiyyətlə hansı ki, qeyd elədik ki, mənfi tərəfi soyuq insanlar ola bilər, amma yəni mənim təcrübəmdə bu olmayıb. Eyni zamanda işlədiyim insanlar çox yaxşı idilər və orada həqiqətən də peşəkar olaraq da inkişaf etdiyimi də hiss etmişəm. Paralel olaraq ətrafımda qazandığım dostlar qazanmaq dediniz. Çox yaxşı qazandığım dostlar var və ömürlük rahat deyil. Bir yaşdan sonra ümumiyyətlə rahat olmur dost qazanmaq və o insanlara vaxt ayırmaq. Amma mənim oradan minimum qazandığım 4 dost var ki, mən bilirəm ki, həyatımda Litvalı deyirlər. Beynəlxalq bir mühitdə olduğum üçün biri Gürcüstanlıdır, biri Mərakeşlidir, ikisi isə Azərbaycanlıdır. Hansı ki, Azərbaycanlı olan dostumun biri də isə hansı ki, adı Aydan idi. Onunla demək olar ki, əksər ölkələr birlikdə gəzmişik. Həmçinin orada keçirə biləcəyim vaxtda ən yaxşı formada onunla keçirmişəm. Bunu deməyimin səbəbi nədir ümumiyyətlə? Azərbaycanlılara qarşı mütəxəssisdə yaşadığımız zaman öz yerlərimizdən biraz uzaq qaçırıq. Bu var çox təəssüf ki, bilmirəm bu sırf Gəncərdə belədirmi? Bu yaxşı bir şey deyil əslində. Yaxşı bir şey deyil əslində. Necə? Yəni seçmək lazımdır təbii ki, insanları kiminlə birlikdə davam edəcəyimizi dostluq olaraq. Amma ki, həqiqətən də çox yaxşı insanlarla qarşılaşa bilərik və bu bizim həm orada keçirəcəyimiz periodu daha da rahatlaşdıra bilər. Xüsusilə də bir məsələ var ki, biz xarici gedəndə artıq orada uzun müddətli yaşamağa gediriksə, ən azından 1 il yaşamağa gediriksə, artıq burada formalaşdırdığımız 20 illik, 25 illik, 30 illik mühitimizi tamamilə kənarda qoyuruq və orada özümüzə yeni bir mühit formalaşdırmalıyıq. Bu da o qədər rahat bir şey deyil təbii ki. Yeni insanlar tanış olmaq, özünü tanıtmaq, daim olaraq eyni düşüncədə olduğun insanları tapmaq. Buna görə də açıq olmaq lazımdır. Maksimum ki, dostluqlar qurasan, ən azından tanımağa çalışasan, daha sonra qərar verəsən ki, bu insan mənim üçün uyğundur ya deyil. Ona görə də yəni ətraf formalaşdırmaq həqiqətən də çox təsir edir təcrübə üçün. Digər Avropa ölkələrində də siz olmusunuz, gəzmisiniz, inkişaf etmiş Avropa ölkələrindən söhbət gedir. Litva da digər Şengen ölkələri kimi müəyyən qayda-qanunlar, oxşar qayda-qanunlara malikdir, yoxsa fərqli yanaşmaları, fərqli qaydaları mövcuddur? Ümumiyyətlə hansı tərəfdən? Ümumiyyətlə yaşam tərzi baxımından, mentalitet baxımından, düşüncə tərzi baxımından. Mentalitet baxımından əslində daha çox bizim ölkələr kimidirlər. Yəni nisbətən pozitiv düşüncəsi orada da qalır. Xüsusilə yaşlı nəsildə. Gənclərdə də? Yox, xüsusilə yaşlı nəsildə daha çox belədir. Mən işlədiyim yerdə daha çox yaşlı olduqları üçün insanlar onlarla həmişə söhbətdə deyirdim ki, bu bizdə də belədir. Mən buradan belə gözləmirdim deyə. Nə misal üçün yadınıza gələn bir şey var o barədə? Yəni məsələn, adi nəyi nəzərdə tuta bilərəm bizim mentalitetdə olan evlənmək məsələsi. Məsələn, işlədiyim yerdə müəllimələrdən biri valideynin həmişə onu evlənməklə bağlı təcridlərindən danışırdı. Ümumiyyətlə onlarda da bizdə necə evlənməklə bağlı ümumiyyətlə sıxma boğma varsa, onlarda demək olar ki, eynisi var. Yazıqlar neynəsinlər? Sıxma boğma olmasa evlənmirlər də. Bəlkə də. Amma yəni ki, bu tərəfdən ümumiyyətlə nisbətən daha konservativdirlər. Yəni digər Avropa ölkələrinin nisbətən bəzi şeylərdə mühafizəkardırlar. Bəli. Mühafizəkardırlar. Bunu deyə bilərəm əsas fərq olaraq, amma qayda qanun olaraq, sırf yaşam olaraq xüsusi bir şey digərlərindən fərqli xatırlamıram. Sadəcə ola bilər ki, məsələn mənə qəribə gəlmişdi, öz evinin balkonunda siqaret çəkə bilməsən kimi bir qaydaları var idi. Öz evinin balkonunda.
hər hansı bir qonşu şikayət eləsə, yəni bu qadağandır. Nə gözəl, nə gözəl qaydadır. Eynən. Sizin xoşunuza gəlmir? Yox, sadəcə mən təəccüblənmişdim. Belə bir qaydanın olduğunu bilmirəm. Mən ümumiyyətlə istifadə etmədiyim üçün mənim üçün fərqi yoxdur. Amma ki belə yaxşı bir şeydir, amma bilmirdim ümumiyyətlə belə bir qaydanın hansısa bir ölkədə olduğunu. Digər Avropa ölkələrində eşitməmişəm. Ona görə başqa qayda qanunla bağlı. Bu hadisə baş verdisə, qonşu şikayət etdisə, qanunla gəlirlər, cəriməliyirlər, gedirlər. Nə maraqlı bir məsələdir. Bunu şəxsən eşitməmişdim heç bir qonağımızdan. Nəqliyyat məsələlərindən biraz söhbət açaq. İctimai nəqliyyatdır bu, nə bilim, fərdi nəqliyyat vasitələridir. Ən çox inkişaf edən hansıdır və şəhər sakinlərinin, gələn turistlərin tələbatlarına cavab verirmi? Yoxsa bizdə misal üçün indi 2 dənə xətti bağlayıblar metroda, amma avtobusda çox olmasına baxmayaraq yenə də ərazidə sıxlığın yaranması ilə bağlı müəyyən xəbərlər gəlir. Ümumiyyətlə orada trafik çox da, yəni çox deyil ümumiyyətlə və ictimai nəqliyyat baxımından əsas trolleybuslardır, bir də avtobuslardır əsas istifadə olunan. Ondan əvvəl skuterlər də istifadə olunur yerli əhali tərəfindən. Başqa metro yoxdur. Vilniusda ən azından Litvada bildiyim qədərilə heç bir yerdə metro yoxdur ümumiyyətlə. Amma qatarlardır şəhərlər arasında nəqliyyat üçün istifadə olunan və deyərdim ki, yəni tələbləri qarşılayır. Hər şey dəqiq vaxtındadır. Özlərinin proqramları var. Hansı ki, həmin proqramda daxil olursunuz, getmək istədiyiniz yeri seçirsiniz və dəqiq göstərir ki, bu saatda bu avtobus buradan gedir, bu saatda bura çatacaq və yəni demək olar ki, birə-bir işləyir. Ona görə ictimai nəqliyyat baxımından turistlər üçün biraz problem yarana bilər. Niyə? Nə barədə? Əgər orada ümumiyyətlə avtobus bu formadadır ki, siz girən kimi kartla ödəniş etmirsiniz. Sizin məsələn 3 aylıq edə bilərsiniz bu arada. Sadəcə məsələn 1 aylıq, 3 aylıq, 1 illik bir abunəliyiniz olur. Həmin abunəliyə əsasən də, yəni heç etməsəniz də, yəni kartı vurmasanız belə fərqi yoxdur. Sadəcə yoxlayırlar bəzi yerlərdən bir, bəzi məntəqələrdə dəyişir. Bu məntəqələrdə vaxtlaşır, vaxtında bilmirsiniz nə vaxt yoxlayacaqlarını. Yoxladıkları zaman mütləq görsənməlidir ki, sizin məsəl üçün 1 aylıq yaxud da ən azından 3 günlük, 1 günlük, yəni həmin gün üçün aktiv abunəliyiniz var o kart üçün. Bu formada işləyir adətən nəqliyyatları. Çox yaxşı sistemdir mənim fikrimə görə. Amma bundan su istifadə edənlər də olur. Təbii ki, əsasən də turistlər ki, onsuz da bəlkə yoxlanılmaz deyərək adətən məsələn aeroportdan şəhər mərkəzinə gələn avtobuslarda almırlar bilet. Bu zaman adətən yoxlanılır bu arada. Aeroportdan cərimə yadınızdadır nə qədərdir buna görə? Cərimə orada da əslində biraz rüşvət kimi sayılarmı bilmirəm, amma bəzi yoxlayan şəxslər var ki, onlar sadəcə cəriməni yazmırlar. Cərimə xatırlamıram, amma 40-50 avro ola bilsin ki, bu aralıqda bir şey idi. Cəriməsi. Bəli. Amma dəqiq xatırlamıram, mütləq yoxlamaq lazımdır. Amma bəzən deyirlər ki, məsələn, 15 avro bizə ödəniş edin, onu yazmırıq kimisindən. Belə bir şey olur. Ona görə, amma yəni minimum 10-15 avro. Bildiyimiz Sovet düşüncəsi. Çox təəssüf ki. Amma başqa yerdə görməmişəm. Düzdür, rüşvət baxımından sadəcə bir dənə bu nəqliyyatda onu edirlər. O da bəlkə rəsmi olaraq etməyə haqqları var, onu da bilmirəm. Yox, adı üstündədir. Onun necə haqqları ola bilər. Litvanların mətbəxi maraqlıdır. Heç dadmamışam, heç eşitməmişəm onların mətbəxi ilə bağlı. Amma siz orada bir ildən çox yaşamısınızsa, çox güman ki, bir Litva ailəsinə düşmüsünüz, onların bir qidasından istifadə etmisiniz. Nədir onların mətbəxini özəl edən? Var belə bir şey? Özəl edən, əslində bəli, özlərinin milli yeməkləri var. Şalte borş var, hansı ki bizim şalte borş adlanır. Şalte borş? Belə deyə bilərik. Hansı ki o bizim doğramanın çuğundurlu versiyası deyə bilərik. Əslində dadlıdır. Yəni ən sevdiyim yeməklərindən biridir, hətta deyərəm. Çiblini var, hansı ki xəmir arasında toyuq, göbələkli ola bilər, o da dadlıdır. Həm də ki çox rahatlıqla hər hansı bir mağazasından 1 avroya, 2 avroya ala bilərsiniz. Ondan əlavə var yeməkləri, adını xatırlamıram hal-hazırda, amma kartofun içərisində ət, adətən donuz əti ilə edilir. Heç sevmədiyim yeməklərindən biridir. Amma milli yeməklərdir. Ən çox yəni ilk araşdırsanız qarşınıza çıxacaq milli yeməkləri odur. Başqa xüsusi yeməklərindən əslində əsasən belədir, amma xüsusi bir spesifik yoxdur ki, yəni ancaq məsələn xəmir xörəklər orada məşhurdur ya da ancaq tərəvəz yeməkləri məşhurdur, belə deyil. Fərqli dediyim kimi, yəni biz turist kimi ora getsək, bir 10 günlük, 15 günlük, təbii ki, əvvəlcə Vilniusda məskunlaşacağıq da, amma turistlər üçün belə ən cəlbedici yerlər həm Vilniusda, həm Litvanın digər şəhərlərində
hansılardır? Yəni Azərbaycana kimsə gəlsə, Bakıya gəlsə, birinci İçəri şəhərdə onun üçün gəzməli yer, sonra Qobustandır, bölgələrə gəlsə Qəbələdir, Şəkidir, Şimal zonasıdır. Litva barədə bunları ümumiləşdirsək, hansı mənzərə ortaya çıxır? Vilniusda əsas gəzəcək yerlərdən biri elə şəhərin mərkəzidir. Orada da Old City adlanır və çox gözəldir. Həqiqətən də rəhli binalar, ümumiyyətlə o qədimiliyi tamamilə hiss edə bilərsiniz. Eyni zamanda orada bir Yəhudi məhəlləsi var, hansı ki onunla məşhurdur. Yəni memarlıq olaraq çox yaxşı görə biləcəyiniz yerlərdən biridir. Gedimnə qalası var, ən məşhur yeridir. Yəni Vilnius yazsanız ilk qarşınıza çıxa biləcək yer Gedimnə qalasıdır, hansı ki yüksəklikdə yerləşir və qaladır. Oranı ziyarət etmək olar. Ondan əlavə kilsələr var, məşhur Ağ kilsəsi var. Tam o da şəhərin mərkəzindədir. Vilniusda əsas gəziləcək yerlərdən biridir. Ujupis deyə bir məhəllə var, hansı ki onların özlərinin öz konstitusiyaları var. O hissədə, o bölgədə yaşayan insanlar özləri üçün konstitusiya yaradıblar və yəni konstitusiya dediyim bu birbaşa necə deyim, rəsmi bir konstitusiya kimi deyil də simvolik bir şeydir və həmin konstitusiyanın divarlarda demək olar ki 100-dən çox dildə görə bilərsiniz ki, divarlarda yazıblar, hətta Azərbaycan dilində də var, amma daha çox bu formadadır. Bu məhəllədə məsələn hər kəs xoşbəxt olmalıdır kimisindən və yaxud da burada pis söz deyilə bilməz, misal üçün deyirəm bu kimisindən, amma çox maraqlıdır və həqiqətən də o məhəlləyə girsəniz öz atmosferi tamamilə fərqlidir. Həm divarlarda, binaların divarlarında olan rəsmləri ilə Bura Ujupis. Bəli. Rəsmləri ilə çox fərqlidir. Vilniusda əsas gəzəcək yerlər məncə bunlardır. 10 günlük səyahət biraz Litva üçün çox ola bilər bu arada. Amma yəni ümumi 2 gün Vilnius üçün yetərlidir. Trakaya şəhəri çox qəşəng şəhərlərdən biridir. Təbiəti ilə həqiqətən də belə ağzı açıq bir növ izlədiyim yerlərdən biridir. Çox qəşəngdir. Trakaya qalası var, məşhur qalalardan biridir. Və ümumiyyətlə ən sevdiyim şeylərdən biri də hər hansı bir şəhərləri gəzərkən oradakı əfsanələri araşdırmaqdır. Nə qədər düz, nə qədər yanlış, amma çox maraqlı hekayəsi var. Trakaya qalasında həmçinin mütləq ora gedən zaman məncə araşdırmaq lazımdır. Kaunas şəhəri var, ikinci ən böyük şəhərlərdən biridir. Orada Old City var, yenə gəzilə biləcək. Klaipeda var, Baltik dənizinin kənarındadır, hansı ki orada ən belə məşhur yerlərdən biridir. Orada yenə Old City var özünün, çox qəşəng gəzə biləcəyiniz. Orada biraz həm də Alman memarlığını da hiss etmək olur. Mütləq gəzilməli olan şəhərlərdən biridir. Ümumi bunlar əsas deyə bilərəm. Ümumi həyat tərzləri maraqlıdır. Dediniz, qış aylarında havanın tez qaralması müşahidə edilir. Məndə belə bir təəssürat yaranır ki, cəmaət elə evdən işə, işdən evə, bunların ümumiyyətlə əyləncəsi yoxdur, bunların istirahəti yoxdur, bunların axşam gecə həyatı yoxdur. Yoxsa səhv düşünürəm? Əslində həm biraz səhv düşünürsünüz deyə bilərəm. Axşam gecə həyatı var, amma onlar üçün cümə və şənbə günləridir bu. Yəni həftə içi demək olar ki, çox sakitçilikdir. Yəni bu yay aylarında da bu formadadır, qış aylarında da bu formadadır. Həftə içi işdən sonra adətən yəni bizdəki qədər çox belə sıxlıq görə bilməzsiniz. İnsanlar işə gedirlər, daha sonra istirahət edirlər. Ondan əlavə çox konsertlər olur. Necə konsertlər olur? Ümumiyyətlə hər hansısa bir hər şeyi qeyd edirlər demək olar ki. Çox bayramları var və hamısını qeyd edirlər. Bizdə də az deyil heç. Elədir. Amma şəhərin mərkəzində çıxdığınız zaman həmişə bir konsertə rast gələ bilərsiniz və yaxud da aerobik danslara rast gələ bilərsiniz. Fərqli rəqslərinə, özlərinin milli hər hansı bir adətlərini həyata keçirdikləri festivallara rast gələ bilərsiniz. Bunlar dəhşət çox olur. Ondan əlavə isə xüsusilə dediyim kimi cümə şənbə günləri onlar üçün artıq gecə həyatının başladığı, sırf belə əyrəndikləri, vaxt ayırdıqları yerdir. Ona görə yəni əsas bu vaxtı bazar günü isə ayrılırlar istirahət etməyə, növbəti həftə üçün hazırlığa bir növ. Əsas cümə və şənbə günü istifadə edirlər. Türkiyədə harda olmusunuz axırıncı? Türkiyədə axırıncı İstanbulda olmuşam. İstanbula getdiniz, növbət dəfə gediniz yəqin. Yoxsa ilk dəfə səfər etdiniz? Yox, növbət dəfə gedirdim, ailəmi aparmışdım ilk dəfə İstanbula. Bizim getmədiyimiz hara getmisiniz İstanbulda? Yəqin ki, ən məşhur yerlərinə gedəcəm. Mən həmişə belə fərqli yerlər axtarıram ki, bir məşhur olan yerlər var, bir də bizim turistlərin bilmədiyi yerlər ola bilər. O yerlər barədə soruşmaq istəyirdim. Nəsə tapdınız, kəşf elədiniz? Yox, çünki ilk dəfə də ailəmi aparırdım ora, İstanbula və onlarda ən gəzilməli, ən görməli yerlər haradırsa, oralara aparmışam. Əsas mərkəzi yerlər. Hamımızın bildiyi Taksimdir, Nişantaşıdır. Ondan sonra adaya getmişdik, Böyük adaya. Amma belə xüsusi kəşf elədiyim bir yer olmadı. Çünki xüsusi kəşf elədiyimiz yerlər daha çox özümüz və dostlarımızla getdiyimiz zaman mümkün olur. Mən də çox sevirəm bu arada gedib xüsusi yerlər kəşf eləməyə gəzdiyim zaman, amma yəni bu dəfə çox təəssüf ki. Qiymətlərdə deyəsən artım var bir balaca. Bir balaca yox, elə artım müşahidə olunur. Nədə hiss elədiniz bunu?
Hər şeydə ümumiyyətlə yeməklərdə də hiss edə bilərsiniz, geyimdə də hiss edə bilərsiniz, adi nəqliyyatda belə hiss etmək olur. Yəni hər şeydə ümumiyyətlə hiss olunur. Mən ümumiyyətlə Türkiyədə həm bir müddət təcrübə proqramında iştirak etmişəm. İlk dəfə mən getdiyim zaman 2022-ci ildə. Orada ümumiyyətlə qiymətlər çox aşağı idi. Yəni indikinin bəlkə də 4-5 qat aşağısı idi. Ondan sonra mən 3 ay sonra getdim. 2022-ci ildə onda artıq qiymətlər o qədər qalxmışdı. Mən onda belə yəni çox təəccüblənmişdim. İndi ümumiyyətlə qiymətlər çox yuxarıdır. Bunda yəni hər şeydə demək olar ki, hiss etmək olur. Aytaç xanım, çox təəssüf edirəm ki, vaxtınızın bir hissəsini tıxacda keçirdiniz. 10-15 dəqiqə gec gəldiniz, çatdınız studiyamıza, amma söhbətimiz çox maraqlı, rəngarəng oldu deyə fikirləşirəm. Təşəkkür edirəm sizə, uğurlar arzulayıram. Minnətdarlığımı ifadə edirəm. Həmişə belə uğurlu olasınız, yaradıcı, kreativ olasınız. Minnətdaram dəvətimizi qəbul etdiyiniz üçün. Çox sağ olun, mən də minnətdaram. Çox xoş idi həm söhbət olmaq. Dəvətiniz üçün mən də təşəkkür edirəm. Belə proqramımızın bugün olan hissəsini yekunlaşdıraq. Sabah səhər saat 8-də Planetdə görüşərik.